Hamıya salam. Bugün Java-da typecasting və operatorlara baxacağıq. Deməli, Java-da typecasting iki cür olur. Bir primitive typecasting, bir də reference typecasting. Bunlar özləri də iki yerə bölünür. Primitive typecasting widening və narrowing olur. Reference typecasting də upcasting və downcasting. Biz bugünkü videoda ancaq primitive typecastingə baxacağıq. Çünki hələ reference data type'ları keçməmişik deyə reference typecastingə baxmayacaq. Deməli, bunun ən yaxşısı kodda göstərməkdir. Bir dənə yeni proyekt açıram. Buradan gəlirəm, YouTube papkasını seçirəm. Deyirəm lesson 3. IntelliJ JDK 21 buralara dəymirəm. This window. Okay. Deməli, burada gəlirəm, bir dənə class yaradıram. Okay, deməli, dedik ki, widening casting var, bir də narrowing casting var. Widening casting kiçik tipdən böyük tipə çevirməkdir. Narrowing casting isə böyük tipdən kiçik tipə çevirməkdir. İndi bunları kodda göstərim nədir. Deməli, deyək ki, mənim bir dənə short dəyişənim var. Short s bərabərdir 65 məsəl üçün. Və bu kiçik tipdən böyük tipə çevirmə olduğu üçün, məsələn, mən burada deyə bilərəm ki, int i bərabərdir s. Bu mənə bunu çevirməyə icazə verir. Məsələn, mən gəlib burada system.println i desəm, problemsiz bir şəkildə gəlib bunu 65-ə çevirəcək. Və ya eyni şəkildə mən burada deyirəm ki, int i bərabərdir min və long l bərabərdir i. Və bu da onu belə çevirir. Qısaca kiçik tipdən böyük tipə çevirməkdir. Və yaxud mən bura double deyirəm. Double D. Baxın. Double'a çevirdi və burada outputumuz çıxdı 1000.0. Bu widening castingdir. Bir də narrowing casting var. Bu böyük tipdən kiçik tipə çevrilmədir. Məsələn, mənim bir dənə long dəyərim var. Long L bərabərdir 100. Və mən bunu tutaq ki, short dəyərinə çevirmək istəyirəm. Yazıram ki, short S bərabərdir. Burada L yazanda baxın qızarır bu. Bu deyir ki, mən səndən short gözləyirəm, amma sən long eləmsən. Və burada özü avtomatikdir ki, cast expression to short. Burada belə mötərizədə bir dənə short yazırıq və bu onu avtomatik çevirir. Mən bunu run eləsəm, çapa vermədik. Baxın, mən bunu run versəm, bu özü çıxacaq burada 100. Okay, narrowing casting belə olur. Məsələn, mən bura belə yazsam, bu mənə belə bir dənə nəticə çıxar. Halbuki mən burada 1 milyon yazmışam. Bunun arxada öz hansı algoritm işlədir, onu bilmirəm. Amma yəni bu cür longdan birbaşa shorta da casting istifadə olunmur real praktikada. Başqa necə eləyə bilərik? Məsələn, double D deyirəm. Məsələn, 3,14. Və bunu int-ə çevirəndə, baxın, bunun sadəcə tam hissəsini götürür. Bayaq int-i double-a çevirəndə arxasına bir dənə .0 atırdı. Bu səfər də double çevirəndə də belə 3,14 deyir. Primitiv tiplərdə də casting belə olur. İndi yəni keçək operatorlara. Java-da operatorlar bu cür olur. Bunu müxtəlif tiplərə də bölə bilirlər. Mən əsasən bu cür bölürəm, bu cür izah edəcəm. Deməli, ən birinci aritmetik operatorlar. Bu primitiv tiplərin üzərində istifadə olunur, primitiv tiplərlə istifadə olunur. Və adında da göründüyü kimi aritmetik, yəni riyazi əməllər olunur və avtomatik bilirik ki, byte, short, int, long, double və float-la istifadə olunur. Deməli, gəlin hətta bunu kopyalayaq, bir-bir ide üzərindən gedək. Deməli, ən birinci üstə gəldi. Məsələn,
Mən burada deyə bilərəm ki, 5 üstə gəl 5. Bu mənə 10 çapa verəcək. Hətta mən bunu belə eləyə bilərəm ki, int a bərabərdir 10, int b bərabərdir 5. A üstə gəl b. Kodu run elədim 15. Daha sonra çıxma əməliyyatı var. Bu elədi 5. Ondan sonra gəlin hətta bunu belə biraz sərgiyə salaq. Nə deyir burada? Hə, bu möhtərziyə almaq lazımdır. Ondan sonra bölmə əməliyyatı var. Cout. Bunu yazsam, bu mənə 2-ni çapa verəcək. Amma tutaq ki, mən bura 4 deyirəm. 4 desəm, bu mənə yenə 2-ni çapa verəcək. Bayaq ki, keçdiyimiz o casting istifadə eləmək lazımdır. Ona görə burada deyirik ki, əməliyyatı gəl, double-a cast elə. 2.0 Artıq buna ehtiyac yoxdur. Onun 2.5. Niyə elə olurdu? Çünki bu integerdir, bu da integerdir. Integer kəsr ədəd saxlaya bilmir deyə 10'u 4'ə böləndə 2,5 eləyir, amma o avtomatik tam hissəni götürür. Mən burada belə deyə bilərəm ki, double C bərabərdir A bölünsün B. Və mən burada buna double-a cast eləsəm, bunları kommenti alsam, baxın 2,5 nəticəsini burada görəcəm. Daha sonra vurma əməliyyatımız var. Vurma əməliyyatı da sadə, elədir 40. Daha sonra burada bir dənə faiz işarəsi var. Bu mod bölmə adlanır. Bu da ki, bizə bölmədən alınan qalığı göstərir. O da necədir? A mod bölünsün B. Bu cür yazılır. O mənə qalığı verir. Baxın 2. Onu 4'ə böldüm, qalıqda 2 qaldı. Bu əgər tutaq ki 15 olsa, özündən böyük olsa, bu gedir özünü qaytarır. Birinci ədədi qaytarır. Daha sonra bizdə belə 2 dənə plus işarəsi var. Bu post increment və ya pre increment adlanır. Bu nə edir? Məsələn, A plus yazırıq. Bu o deməkdir ki, A bərabərdir A plus 1. Bu A'nın dəyərini 1 vahid artırır. Amma mən bunu bu şəkildə çapa versəm, cout A plus və bunları gəlib kommenti alsam, run eləsəm kodumu, 10 nəticəsi gələcək. Çünki bu post increment adlanır və əgər bundan sonra hər hansısa bir kod olmalıdır ki, bu öz dəyərini artırsın. Məsələn, mən burada bir dənə belə bir şey yazıram. Daha sonra da A-nı çapa verirəm. Baxın, burada hələ artırmayıb. Burada baxmayaraq ki, biz bunu yazmışıq. Burada hələ artırmayıb. Burada 10 çapa verilib. Amma burada müəyyən kod yazmışam. Ekrana bir şey çap eləmişəm və daha sonra onun qiyməti artıb 11 olub. Ondan sonra bu post increment adlanır. Bir də var pre-increment. Pre-increment isə plus A olur. Və bu
gözləmir ki, özündən sonra bir kod gəlsin, sonra bunun dəyəri açsın. Bu birbaşa elə özünü artırır. Məsələn, mən bunu çapa versəm, plus A. Birbaşa nəticə 11 olacaq. Yəni bu gözləmir ki, biz ona nəsə edək. Hətta belə bir şey eləsək, yenə 11 çıxır. Bu post increment, pre increment belə. Bu da eyni şeydir, sadəcə bir vahid azaldır. A mənfi mənfi. Bu da post decrement mənfi mənfi A pre decrement. Məsələn, mən burada desəm ki, A mənfi mənfi və daha sonra A-nı çapa versəm, birinci 10 olacaq. Daha sonra burada artıq A-nın dəyəri azalacaq, olacaq 9. Amma mən burada belə yazsam, bu olacaq 9. Daha sonra relational operatorlar var. Bu bizə boolean qaytarır. Bunların da yəni istifadəsinə baxaq. Yenə bunları kopyalayaq. Deməli, ən birinci bu bərabərlik. Bu yoxlayır ki, iki tərəf olur. Yoxlayır ki, sağ tərəf sol tərəfə bərabərdirmi? Məsələn, cout 5 bərabərdir 5. Bunu mən çapa versəm, true. Bu yoxlayır ki, əgər 5 5-ə bərabərdirmi? Məsələn, mən 6 desəm buna, bu mənə false qaytaracaq. Bu isə tam əksi. Bərabər deyilmi? Belə yoxlayır. Məsələn, baxın true. Çünki 5 6-ya bərabər deyil. Amma bura mən 5 yazsam, bu false gələcək. Daha sonra bu böyükdür işarəsidir. Əgər 5 4-dən böyükdürsə, bu mənə true verir. Amma mən bura 5 desəm, bu mənə false verir. Daha sonra böyük bərabərdir işarəsi. Bu da adi bildiyimiz riyaziyyatdakı kimidir. Bu ya bayaq 4 yazırdıq, true verdi. Ondan sonra 5 yazırdıq, false verdi. Bu səfər 5 yazanda da true verəcək, çünki bu həm də bərabərliyi də yoxlayır. Daha sonra kiçikdir işarəsi. 5 5-dən kiçik olmadığı üçün false verəcək. Bura 6 yazsaq, bu mənə true verəcək. Ondan sonra bura bərabərlik qoysam və mən bura 5 desəm, bu səfər yenə true verəcək mənə. Ondan sonra bu relational operatorlar. Ondan sonra logical operatorlar var. Bu daha çox if statement da istifadə olunur. Onu da növbəti videoda keçəcəyik. Deməli nədir? And-dir, or-dur, bir də ki not. Bu iki dənə boolean dəyəri qarşılaşdırır. And isə əgər and-in, bunlar da true false qaytarır. And-in true qaytarması üçün sağ və sol tərəf true olmalıdır. Yəni burada da true olmalıdır, burada da true olmalıdır ki, bu mənə true qaytarsın. Əgər burada true false olarsa, bu mənə false qaytaracaq. Yəni ki, burada verilən şərtlə, burada verilən şərt hər ikisi də ödənməlidir. Məsələn, gəlin bunu yoxlayaq. Məsələn, mən burada şərt verirəm. 5 böyükdür 2-dən və 3 böyükdür 4-dən. Mən bunu çapa versəm, bu mənə false qaytaracaq. Çünki 5 2-dən böyükdür, bu true qaytarır. 3 4-dən böyükdürmü? Xeyr. Bir tərəf false oldu. Yəni bura oldu true, digər tərəf isə oldu false. Ona görə bu mənə false qaytardı. Amma mən bunu belə eləsəm, bu mənə true qaytaracaq. Amma deyək ki, mən hər iki tərəfi də false eləyirəm, bu mənə false qaytaracaq. Yəni and-in true qaytarması üçün
Gərək hər iki tərəf də true olmalıdır. Bütün şərtlər true olmalıdır. Mən burada daha bir şərt də yaza bilərəm. Məsələn, 2 böyükdür 1. Bu səfər nə qaytaracaq? Bu səfər false qaytaracaq. Çünki bu səhvdir, bu səhvdir, bu düzdür. Amma bir dənə səhv olduğu üçün bütün bizim şərtlərimiz hamısı false olur. Or nədir? Orada isə ən azı bir dənə şərt düz olmalıdır. Məsələn, mən buraya yazıram ki, 5 böyükdür 2. Bu mənə true qaytaracaq. Or 3 böyükdür 4. Bu mənə true qaytaracaq. Çünki mənim bir dənə şərtim truedur, digər şərtim falsedur. Burada istənilən qədər yüzlərlə, minlərlə şərt olur olsun. Orada ən az bir dənə true varsa, bu mənə true qaytaracaq. Həmçinin enddə də minlərlə şərtimiz var, sonsuz şərtimiz var. Onların hamısı true gəlir, amma bir dənə false var, o bizə false qaytaracaq. Bir də burada nida işarəsi var, bu not deməkdir. Məsələn, mən bura bir dənə şərt deyirəm, 5 böyükdür 2. Bu mənə true qaytarır. Amma mən buna bir dənə nida işarəsi qoysam, bu mənə false qaytarır. Bu, bizim buradan gələn true-false dəyərini tərsinə çevirir. Məsələn, mən burada bir dənə də belə şərt yazıram. Or 3 böyükdür 4. 5 2-dən böyükdür düzdür. 3 4-dən kiçikdirsə, bu oldu false. Amma or olduğu üçün bu mənə true qaytarır. Amma qarşısındakı not bunu false eləyir. Baxın, outputumuz da oldu false. Logical operatorlar da belə. Bunları niyə deyim ki, bunlar if statementlərində istifadə olunur. Onları da növbəti videoda ətraflı keçəcəyik, baxacağıq onlara. Daha sonra assignment operators. Bu daha çox mənimsətmə operatorlardır. Ən birincisi bərabərdir. Məsələn, int a bərabərdir 5. Bunu onsuz da istifadə edirik. Ondan sonra burada üstə gəl bərabərdir var. Məsələn, a plus bərabərdir 10. Bu o deməkdir ki, a bərabərdir. A üstə gəl 10. Mən burada a-nı çapa versəm, a olacaq 15. Ondan sonra çıxılsın bərabərdir var. Bu da eyni şəkildə. Mən bunu buna dəyişsəm, bu da mənə verəcək -5. Ondan sonra vurma işarəsi ilə var. Bu mənə 50 verəcək. Sonra bölmə işarəsi var. Bunu neyniyək? Bunu double d bərabərdir. Bunu double'a cast eləyək. Variable expected deyir. Bu mənə int... bununla eləmək olmur. Sorry. Bununla eləmək olmur. Amma mən bunu double desəm, bunu da 2.0 desəm, baxın 2.5 gəldi. Ondan sonra bir də mod var. Modla bölmək. Buna int deyim. Bu da 1 qaytarır. Bu da bizə qalğı qaytarır. A bərabərdir. A mod bölünsün 2. 5-i də 2-yə qalıqla böləndə eləyir 1 və onu avtomatik A-ya mənimsədir. Bu da belədir. Yəni ki, burada nədir? Birinci əməliyyatı icra eləyir, daha sonra mənimsədir. Burada yazılan birinci əməliyyat icra eləyir, daha sonra mənimsədir. Daha sonra bitwise operatorları var. Bunlar demək olar heç istifadə olunmur. Ona görə mən də heç göstərməyəcəm burada. Amma maraqlı gəlsə bitwise operators in Java. Baxın, burada göstərir hər biri nə edir. Amma yəni demək olar heç istifadə olunmur. İkilik say sistemi ilə əlaqəli bir şeydir. Ondan sonra ternary operatorlar var.
Məsələn, ternary operator nədir? Bizə bir dənə condition verilir. Yəni ki, bir şərt verilir. Daha sonra sual işarəsi qoyulur. True gəlirsə bu tərəf işə düşür. False gəlsə də bu tərəf işə düşür. İndi gəlin mən sizə bunu göstərim. Məsələn, mən bir dənə şərt verirəm. 5 böyükdür 2. Bu mənə true qaytaracaq. Mən burada deyirəm doğrudur. Burada da deyirəm yanlışdır. Mən bunu çapa versəm doğrudur. Çünki 5 2-dən böyükdür. Amma mən bunu kiçikdir eləsəm bu gələcək yanlışdır. Yəni true gəlsə birinci tərəf işə düşür. False gəlsə bu qoşa nöqtənin sağ tərəfi işə düşür. Ternary operatorlar da belədir. Məsələn, yəni burada belə bir şey eləyək. Mən bura true and false. Burada bir dənə nida işarəsi. Doğrudur. Niyə doğrudur? Çünki and işarəsi var burada. Bura gəldi true, bura gəldi false. Bir dənə false varsa bu bizə false qaytarır. Amma bu nida həmin false-u true eləyir. Ona görə gəlir düşür. Bura doğrudur. Amma mən bunu or eləsəm bu gəlib düşəcək yanlışdır. Çünki true var, false var. Orada bir dənə true varsa hamısını şey eləyir. True eləyir. Məsələn, mən bura gəlib belə false-ları düzsəm belə nə qədər. Fərqi yoxdur. Bir dənə true varsa bu həmişə düz olur. Baxın, doğrudur. Daha sonra instance of operatorlar var. Bunlar daha çox klasslarla bağlıdır. Buna da növbəti dərslərdə daha ətraflı baxacağıq. Prosta göstərmək üçün. Məsələn, string s bərabərdir salam. Cout s instance of string. Bu mənə true verir. Çünki bu s stringin obyektidir. Məsələn, mən bura desəm ki, bu yazdığıma bir dənə fikir verməyin heç. Nə deyir? Main is deprecated. Main işlətmək olmur. Gedək adam bəli. Olsun, heç nə olmaz. Yəni ki, bu gedir, onun tipini yoxluyur. Əgər stringin tipidirsə düzdür. Məsələn, mən bura belə yazsam, bunu yeni işlətmək olur. Bu Java C-nin mainini istifadə edirmiş. Burada yazsam ki, typecasting, new typecasting. Burada desəm ki, typecasting. Nə deyir burada? Cannot string'e typecasting'e çevirə bilmir. Baxın, heç burada işlətmək olmur. String'i bu cür. Amma burada string yazsam, bu mənə true verəcək. Bəs mən bunu burada belə işlədə bilirəm. Yox. Yox, çevirmək olmur. Bunu belə işlətmək olmur. Yəni bunu belə yazmaq olmur. Gərək burada başqa cür eləyəsən. Bir də ki, bu daha çox obyekt yönlü proqramlaşdırmada işlədilir. Yəni biz hələ reference type'lar keçməmişik deyə sadəcə stringi bilirik onlardan. Ona görə instance of-u klasslar üzərində daha yaxşı nümunə ilə göstərə bilmirəm. Amma yəni bunlara da baxacağıq obyekt yönlü proqramlaşdırmada. Belə operatorlar belə
keçdik, aritmetiki keçdik, relationları keçdik, logicalı keçdik, assignment keçdik. Bitwise heç baxmadı, heç istifadə olunmur. Əslində bunlar istifadə olunur. Sadəcə backenddə yəni mən görməmişəm ki, yəni kimsə Bitwise istifadə eləsin. Ola bilər ki, məsələn, machine learningdə bunlar lazımlı olsun ya da nə bilim başqa bir sahədə, amma yəni backenddə mən istifadə edən heç görməmişəm Bitwise. Ternary operator keçdik, bunlar da istifadə olunur. Yəni bundan başqa bunların hamısı istifadə olunur. Bu videoda bu qədər. Gəlin dərsdə görüşərik.